Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, qardaşlarımız sual göndəriblər mənə, həm də səs yazısı. Deyirlər ki, siz Azərbaycan əhalisini fətrə əhli sayırsınız. Belə bir fətva vermişsiniz. Əvvəla qeyd edim ki, bu səs yazısını həmişə olduğu kimi bizim o jurnalist montaj edib, o yan bu yanını kəsib, o səs yazısında tam ətraflı biz cavab vermişik. Hətta qeyd etmişik ki, İslam diyarıdır Azərbaycan. Çünki müsəlmanların çoxluğunu təşkil edir. Və tanıdığımız bir müsəlmanı hətta görsək ki, küfür şirk edir, ona kafir, müşrik deyə bilmərik. Mütləq şəkildə gərək onda 6 şərt öz əksini tapsın və 6 maniyə aradan qalxsın. Bunu biz hər zaman demişik. Əvvəlki xütbələrimizdə də, kitablarımızda da. Və bunu yenidən gündəmə gətirmək əlbəttə ki, ağılsızlıqdır. Gəlirik əsas məsələyə. Azərbaycan əhalisi çoxluğu müsəlmandırsa, deməli, bir qismi də qeyri-müsəlmandır. Ateist, deist, krişnaid, kitab əhli və s. Bunlar öz dilləri ilə deyirlər ki, biz müsəlman deyilik. Əgər öz dili ilə bunu inkar edirsə, bilərəkdən bunu inkar edirsə, vəssalam, buna artıq əbədi olaraq kafir hökmü verilir. Üçüncü mərhələ gəlir. O insanlar ki, İslamdan xəbəri yoxdur, İslamı qəbul etməyib, öz fitrətində qalıb. Vallahi, billahi, tallahi deyirəm, 30 ildir İslam dəvət edirəm. Mədinəyə qəbul olduğum gündən indiyə qədər. Azərbaycanın elə bölgələrində, dağ rayonlarında, uzaq yerlərdə, elə yerlərdə olmuşam ki, o yerlərdə insanları dəvət edəndə, xüsusilə də yaşlı təbəqəni, belə gözləri yaşla dolub deyirdilər ki, ay bala, indiyə qədər bizə bunu başa salan olmayıb. Kommunizm dövründə yaşamışıq. Bilmirdik ki, tək Allah nə deməkdir? Muhammed sallallahu aleyhi ve sellem nəyi təbliğ edib, nəyi gətirib insanlara? Müsəlmançılıq nədir? Onu öyrənəndən sonra İslama başlayıblar. Namaza, oruca və s. İndi mənim əsas sualım nədir? Onlara biz təbliğ etməmişdən əvvəl o adamlar nə sayılırdı? Əgər desəz ki, müsəlmandır, Azərbaycanda yaşadığına görə, xeyr, öz dili ilə deyir, mən müsəlman deyiləm. İslamdan xəbərsiz idim. Əgər desəz ki, İslamdan xəbərsizdirsə, kafirdir, xavaricilər kimi desəz ki, əbədi cəhənnəmlikdir, böyük günah kazanırsınız. Bircə cavab qalır. Onlar fitrə əhlidir. Hələ dəvət çatmamış insanlar. Onlara dəvət çatdıqdan sonra onlar İslamı qəbul edir. Dəvət çatana qədər isə fitrə əhli sayılır və qiyamət günü imtihan olunacaqlar. Bu qədər sadə, bəsit. Bu mənim fikrim deyil, bu böyük alimlərin fikridir. İbn Baz, Albani, Hüseymin və digərlərini. Allah hamımızı islah eləsin.